Suprematizm sənətdə nəyi demək istəyir? Bugün dünya rəssamlığında ilk baxışda heç bir məna ifadə etməyən, sadəcə müxtəlif və rəngbərəng geometrik fiqurlardan ibarət rəsm əsərlərinin varlığı, bəzən bu əsərlərin hərracda çox baha qiymətə satılması sənət düşüncəsinin inkişafı ilə maraqlanmayan böyük çoxluq tərəfindən anlaşılmır. Bu cür əsərlərdən ən məşhur olanı Maleviçin qara kvadratıdır. Kətan üzərində adi bir kvadrat şəkli çəkib, qara rənglə rəngləmək üçün rəssam olmağa nə ehtiyac var? Bunu təlim görmüş bir fil xortumu ilə çəkə bilməzmi? Əlbəttə ki, fil qara kvadrat çəkə bilər, bəlkə də. Maleviçdən də yaxşı çəkər. Amma suprematizm deyə sənət düşüncəsi nədir, onu heç vaxt bilə bilməz. Gəlin üzümüzü o filə tutub çəkdiyi qara kvadratın mənasını izah etməyə çalışaq. Birinci, Maleviçin özünə söz verək. Maleviç deyir, suprematizmə qədər ki, bütün rəsm, heykəltaraşlıq, ədəbiyyat və musiqi əsərləri təbiətdəki formaların əsiri idi. İndi isə onlar rasionallıqdan, idrakdan, məntiqdən, fəlsəfədən, psixologiyadan, ağıl qanunlarından və texniki dəyişikliklərdən asılı olmadan öz dillərində danışmaq üçün azad olmağı gözləyirlər. Mən özümü sənət adamı ilə təbiət formalarını bir-birlərinə zəncirləyən çevrədən xilas edib, təbii formaların heçliyinə qayıtdım. Maleviçin sənət düşüncəsindən uzaq olan filə dediyi bu sözlərindən aydın olur ki, suprematizm təbiətdən ayrılandan sonra sənətin başına gələnlərdir. Yaradıcı zəkanın formaya qarşı üsyanıdır. Sənətin təbiət qanunlarına meydan oxumasıdır. Suprematizmi təmsil edən əsərlər öz müəlliflərindən belə azad olmuş müstəqil ideyalardır. Bu əsərlərin dəyəri əks etdirdikləri azadlıq düşüncəsindədir. Ona görə də Maleviçin qara kvadratı formanın sıfır nöqtəsi adlandırılır. Suprematizm Lobatçevskinin mücərrəd həndəsə düşüncəsini mənimsəmiş bir sənət axınıdır. Təsvir olunan deyil, təsəvvür olunandır. Qara kvadrat mücərrəd düşüncənin ikonasıdır. Suprematizm Maleviçlə məşhurlaşsa da, Maleviçlə başlamır. Hələ 18-ci əsrdə İngilis mütəfəkkiri Robert Fludd özünün metafizikaya aid əsərlərində qara kvadrat simvolundan istifadə etmişdir. Fludd'ın qara kvadratı kosmik xaosun